İlqar, Aylqar, gör mənə bax, gör nə deyirəm, ağlaman nə var? Hər şey düzələcək, narahat olma. Uşağın müalicəsi üçün pulun çatmır, hə? Heç yox. Uşağın dərmanı nə qədər edir, qardaşım? Elə bir 90 manat bir dənəsidir, 2 dənəsi də 25 deyə, 21 deyə 25 deyə dənəsi. Bu gün yəni Allah sizi yetirib qardaş. And olsun ki Allaha bizim bu axırıncı yəni bax damcımız budur. Allaha and olsun. Bundan artıq yoxdur. Vallahi. 350 manat qardaşım. Allah sən var eləsin abi. Götür. İki gələ bu əmin sənə verir baba. Götür. Sağ ol. Qardaşım, bu tufovka niyə evin ortasındadır belə? Bu istiliyə görə. İstilik sistemi, atapleyin, Burada biletkada yoxdur. yoxdur, ha? Yoxdur. Tufovka ilə istiləşirsiniz? Bəli, heç evin pulu, işığın pulunu ödəyə bilməmişik nə olmuş. 180 manat, 160 manat gəlir. Yığılıb orada yəni, o kəsəcəklər. Qazı bağlamışdılar, özümüz açdıq şeylə. Sənin işin gücün da taksidə? Mən faktçı taksidə işləyə bilmirəm, amma bir də axşamlar çıxıram elə bir şey yox. Pravan da yoxdur bu dəqiqə. Pravam liçeniyadır. Sənin qızındır? Bəli. Sənin adın nədir? İlahə. Gəlib yenə. Bədənin dərisi qayıdıb bütün. Ləkəli qayıdıb da, qayıdıb amma ləkəli. Gəl. Diqqətiniz məndə olsun. İnşallah sizə bir şey göstərəcəm. Uşaq elə bir şey qızılca keçirmişdi də. O elə bir qızılca keçirdi. Sonra skora biz çağırdıq. Bilmirdilər ki, qızılcadır da. Yəni götürdülər, iynə vurdular. Sonra o çevirdi Layla sildroma. İndi bu vəziyyətdə uşağın, baxın, əllərinə dırnaq gəlmir. O dırnaqları inkişaf eləmir. Baxın, dırnağı yoxdur. Bu əli bir də göstərək. Və dırnaqları yoxdur. Göz qapaqlarını aça bilmir. Ki, necə? Gözünə dərmanı tökürlər, açır. Atası nəyi var, nəyi yox satıb, qoyub bu uşağın üstünə. Ged oturalım. Niyə ağlıyorsan? Ağlama. Atam. Dırnaq orada da yoxdur. Yox, inkişaf heç bir. yoxdur.